elmi axtaran qapını tapmalıdır. Əli əleyhissalam xəlifə-i müslimin olanda bir dəstə adam gəldi, Yəhudi idilər. Gəldilər, dedilər ki, bizə Əli ibn Əbi Talib lazımdır. Dedilər, məsciddədir. Gəldilər məscidə. Girdilər, səlam elədilər. Dedilər ki, ey elmin qapısı, biz İslam peyğəmbərindən eşitmişik ki, sən elmin qapısısan. İstədik səni sınaq eləyək, imtihan eləyək. Biz səni yoxlayaq. Sən doğrudan da elm qapısısan. Həzrət soruşdu, siz müsəlman olmusunuz? Onlar dedilər, yox. Hələ ki müsəlman olmamışıq. Əgər sən bizim sualımıza bir cümlə ilə cavab versən, biz İslamı qəbul eləyərik. Verməsən, biz dönüb çıxıb gedəcəyik. Həzrət dedi, sualınıza cavab versəm, İslamı inşallah qəbul eləyirsiniz. Dedilər, bəli. Ey xəlifə-i müslimi. Həzrət dedi, verin sualınızı. Dedilər, ya Əli, de görək o hansı heyvandır ki, yumurta vasitəsi ilə bala verər? Hansı heyvandır ki, qarnından bala verər? Bir cümlə ilə istəyirik bizim sualımıza cavab verəsin. Həzrət baxdı onlara, məsciddə də çox adam əyləşib. Dedi, mən sizə bir dənə cümlə deyirəm, gedin axtarın. O heyvan ki, onun qulaqları zahirdədir, uzaqdan qulaq kimi görsənir, o heyvan qarnından bala verər. O heyvan ki, onun qulaqları zahirə qalxmayıb, üstü qabıq, pərdə, örtük kimi örtülüdür, o heyvan yumurta vasitəsi ilə bala verər. 14 əsr keçib, bu günə qədər o sözün əksi görsənməyib.